Salam əziz şagirdlər, bugün karbon turşuları mövzusundan ilk 18 suala baxacağıq. İlk sualda deyir ki, hansı maddə sirkə turşu ilə reaksiyaya daxil olur? Karbon qazı turşu oksididir. Turşu oksidləri turşularla reaksiyaya daxil olmur. Karbon qazı ilə reaksiyaya getməz. İkinci, natrium nitrat sirkə turşusunun yəni natrium nitratla reaksiyası yoxdur. Natrium nitratla da reaksiyaya daxil olmur. Üçüncü, spirt. Metil spirt ilə reaksiyaya daxil olan zaman efir əmələ gətirir. Dördüncü, natrium oksidlərlə, yəni oksidlərlə də, əsasi oksidlərlə də turşular, sirkə turşusu reaksiyaya daxil ola bilər. Cavabımız olacaq 3, 4, C variantı. İkinci də turşular verib, linol turşusunu verib və propanı verib. Molekulunda hidrogen atomlarının saylarını müəyyən etməliyik. Propanın formulu C3H8-dir. Propanda hidrogen atomlarının sayı 8-dir. Yəni X8-ə bərabərdir. Linol turşusu C17, H31, COH. Burada isə hidrogenlərin sayı 31 dənə burada, bir dənəsi də buradakı hidrogen 32 dənə olacaq. İndi bizdən Y-i müəyyən etmək istəyir. Yəni biz bu X-in qiymətinə əsasən Y-i necə tapa bilərik? B variantına baxırıq ki, 4X, yəni 4 dəfə 8, 32-dir. 2 də olacaq B variantı. Üçüncü, maddələr doymuş 2 atomlu spirt, doymuş bir əsaslı karbon turşusu. Doymuş 2 atomlu spirtlərin formulu CnH2 plus 2O2. Doymuş bir əsaslı karbon turşularının formulu CnH2NO2. Doymuş 2 atomlu spirtləri görürük ki, karbonlar sayını AA yazıb. Yəni hər ikisində karbonların sayı bərabərdir. İndi doymuş 2 atomlu spirtdən nisbi molekul kütlə nəyə bərabər olacaq? 14N üstəgəl 34-ə. Burada isə bərabərdir 14-dən üstə gəl 32. Yəni biz M-in qiymətindən istifadə edərək X-i necə taparaq? Görürük ki, 34 32-dən 2 vahid fərqlənir. Yəni X bərabərdir M minus 2. 3-də olacaq C variantı. Dördüncü, doymuş bir əsaslı karbon turşusu nisbi molekul kütləsi 60, molekulda sigma rabitələrin ümumi sayı. Doymuş bir əsaslı karbon turşusunun ümumi formulu CnH2NO2-dir. Bunun M-eri bərabərdir 14-ün üstəgəl 32 və nisbi molekul kütləsini bizə 60 veribdir. Buradan tapırıq ki, 14-ün bərabərdir 28, M bərabər olacaq 2. Yazırıq yerinə C2, H4, O2. Sigma rabitələrin ümumi sayını tapanda və açıq şəkildə yazsaq, 3 dənə karbonu var, 2 karbonu var, birinə karboksil qrupudur. Hidrogenləri də tamamlasaq, bura 3 yazırıq. Formulumuz düzəlir. C2H4O2 oldu. Sigma rabitələrin sayı karbon-karbon arası 1 dənə, bir dənə burada, bir dənə karbonun oksigen, oksigenlə hidrogen, 3 dənə də burada karbonla hidrogenin arasında olacaq. Ümumi sigma rabitəmiz olacaq 3, 4, 5, 6, 7 dənə. 4-də olur B. Sonra 5-ci sualda. Alkan və doymuş bir əsaslı karbon turşuları molekulda karbonların sayı AA, yəni karbonların sayı bərabərdir. Alkanların ümumi formulu CnH2N üstəgəl 2, karbon turşusunun CnH2NO2. Molekulda sigma rabitələrin ümumi sayı alkanlarda, yəni açıq quruluşlu karbohidrogenlərdə ümumi atom sayından bir vahid əksik bizə verəcək sigma rabitələrin ümumi sayını. Yəni 3N plus 2 ümumi atom sayıdır. Bundan bir vahid əksik edəcək 3N plus 1. Bu oldu alkanlarda. Həmçinin doymuş bir əsaslı karbon turşularında da ümumi atom sayından bir vahid əksik bizə verəcək sigma rabitələrin sayını. Görürük ki, hər ikisində 3N plus 1-dir. Yəni X bərabərdir Y olacaq. 5-də olur A variantı. Sonra 6-cı sual. Doymuş alfatik aldehid və doymuş bir əsaslı karbon turşuları. Burada da yenə karbon atomlarının sayı bərabərdir. Doymuş alfatik aldehidlərin formulu CnH2NO. Doymuş bir əsaslı karbon turşusunun formulu CnH2NO2. Molekulda yenə sigma rabitələrin sayını müəyyən etməliyik. Aldehidlərdə də həmçinin ümumi atom sayından bir vahid əksik bizə verir sigma rabitələrin sayını. Eyni qayda üzrə doymuş bir əsaslı karbon turşularında da ümumi atom sayından bir vahid əksik bizə verir sigma rabitələrin sayını. İndi bizə nə deyir? M bölü N bərabərdir 9 bölünsün 10. M-i biz tapmışıq 3N. N-in isə qiymətinə tapdıq 3N plus 1. Bərabərdir 9 bölünsün N.
27'nin üstə gəl 9 bərabərdir. 9 bölünsün 10. Daha doğrusu 30n. Buradan 9 bərabərdir 3n. N də bərabərdir 3. Bizə nə deyir? Turşunun siniflər arası izomerlərin sayını müəyyən edin. Demək, bizim turşumuzun formulu bu olacaq. Və doymuş bir əsaslı karbon turşuları izomerli mürəkkəb efirlərinə. İndi biz tərkibində 3 dənə karbon atomu olan mürəkkəb efirlərin formullarını müəyyən etməyə çalışaq. Birinci turşu hissəsində bir karbon olan, spirt hissəsində 2 dənə karbon olan yazdıq. 3 karbonumuz var, yəni biz onu əsasən müəyyən etməliyik. Bir bu formada yaza bilirik. Sonra indi bu dəfə turşu hissəsində 2 dənə karbon yazaq. Bu cür yaza bilirik. Yəni bundan artıq yazmaq mümkün deyil. Yəni bu turşumuzun 2 dənə siniflər arası izomeri olmuş olacaq. 6-da D variantı. Sonra 7-ci. Doymuş alifatik aldehidlərin homoloji sırasının ilk maye nümayəndəsinin gümüş bir oksidin amoniyakdakı məhlulu ilə oksidləşməsindən alınan üzvü birləşmək üçün hansı ifadələr doğrudur? Alifatik aldehidlərin ilk maye nümayəndəsi sirkə aldehididir. Və bu sirkə aldehidinin oksidləşməsindən alınır sirkə turşusu. Demək, indi bu birləşməmiz üçün hansı ifadələr doğrudur? Mis 2 hidroksid ilə reaksiyada oksidləşir. Bunu yazaq reaksiyanı. Mis 2 hidroksid ilə reaksiya zamanı əslində birinci reaksiya getmir. Nəyə görə? Çünki karbon turşularından yalnız qarışqa turşusudur ki, mis 2 hidroksidlə məhlulu ilə, yəni amoniyakda məhlulu ilə reaksiyaya daxil olsun. Yəni ona görə birinci reaksiya getmir. Yəni bu reaksiya yalnız mübadilə reaksiyası şəklində gedə bilər. Sirkə turşusu mis 2 hidroksidlə. Bu zamanda yəni onun oksidləşmə dərəcəsi dəyişmir. Alınır mis 2 asetat və su. Yəni birinci reaksiya, ona görə birinci müddəamız səhvdir. Metil formiat efiri ilə siniflər arası izomerdir. Metil formiat efiri, metil formiatı biz bu formada yazırıq. Metil formiat. HCOO CH3 metil formiat budur. Və bunlar mürəkkəb efirdir və karbon turşusunun adı mürəkkəb efiri o zaman siniflər arası izomer olar ki, onların tərkibindəki karbonların sayı eyni olsun. Turşumuzda da 2 dənə karbon var, efirdə də 2 dənə karbon var. Ona görə bunlar bir-biri ilə siniflər arası izomerdir. 2 doğrudur. Molekulunda 2 pirabitə var. Sirkə turşusunun molekulunda 1 dənə pirabitə olacaq. 3 səhvdir. Su ilə homogen qarşı əmələ gətirir. Bəli, sirkə turşusu suda yəni yaxşı həll olur və su ilə homogen qarşı əmələ gətirir. Cavabımız olacaq 2, 4, 7-də C variantı. 8. Demək, sirkə aldehidinin reduksiyasından alınır etil spirti. Sonra bu etil spirti mis 2 oksidlə oksidləşir. Əmələ gətirir sirkə aldehidini. Yəni bu X-dir. Sirkə aldehidi olacaq Y. Və sonra bu demək X maddəmiz həmçinin oksigenlə, yəni reaksiya daxil olur bakteriya. Bu reaksiyadan alınır sirkə turşusu. Bu da olur Z. Bunları qaynama temperaturunun azalma sırasını müəyyən etməliyik. Demək, spirt, aldehid və karbon turşusu hər birində karbon atomlarının sayı eynidir. Və karbon atomları sayı eyni olan bu üzv maddələr içərisində ən böyük qaynama temperaturu olacaq karbon turşularının. Daha sonra spirtlərin. Ən azsa olacaq aldehidlərdə. Yəni Z böyük X böyük Y, bu da olur B variantı. Sonra 9-cu sual. Alkin və doymuş bir əsaslı karbon turşusu. Molekulunda karbonların sayı AA, yəni bərabərdir. Alkinin formulu NH2-2, doymuş bir əsaslı karbon turşusu NH2NO2. Molekulunda sigma rabitələrin ümumi sayı. Açıq quruluşlu karbohidrogenlərdə ümumi atom sayından bir vahid əksik bizə verir sigma rabitələrin sayını. Buradan da n bərabərdir 6.
İndi karbonların sayı AA verib. Yəni karbonların sayı bərabərdir. O zaman turşumuzun da 6 dənə karbonu olacaq. İndi bunda sigma rabitələri sayını tapmalıyıq. Yəni burada da sigma rabitələri sayı ümumi atom sayından bir vahid əksik olacaq. Bu da edir demək 19. 9'da olacaq D variantı. Sonra 10-cu. Akril turşusu üçün hansı ifadələr doğrudur? Akril turşusunun formulu, bu doymamış turşudur. 2 qat rabitəsi var. Bizdən nələr istəyir? Molekulunda 2 pi rabitə var. Yəni bu karboksil qrupunu açıq şəkildə yazsaq. Görürük ki, burada 2 qatlardan biri sigmadır, biri pi'dir. Yəni bizə pi'lər lazımdır. Yəni 2 qatın biri pi'dir. Demək, hansı ifadələr doğrudur? 2 pi rabitə var, düzdür. Birinci doğru olacaq. Xlorla əvəz etmə reaksiyasına daxil olur. Xeyr, xlorla 2 qat rabitə varsa, gələcək xlorların hərəsi 2 qat rabitə yanındakı karbonların hərəsi birinə birləşəcək. Yəni birləşmə reaksiyası getmiş olar. 2 yanlışdır. Üçüncü, polimerləşmir. Xeyr, polimerləşmir ifadəsi yanlışdır. Çünki bu 2 qat rabitəsi var və bu polimerləşə bilər. Poliakril əmələ gətirəcək. Demək 3 yanlışdır. Dördüncü, H-brom ilə reaksiyasından 3 brom propan turşusu alınır. Biz bu reaksiyanı açıq şəkildə yazaq. CH, COH. Demək, H-brom birləşdiririk. Karbon turşularında Markovnikov qaydasının əksi gedir. Yəni, biz normalda deyirik ki, Markovnikov qaydasına əsasən 2 qat rabitə yanında hidrogeni çox olanı, hidrogeni az olana birləşəcək. Amma bu turşularda əksinə hidrogeni az olana gəlir birləşir. Yəni bu karbona olur CH2. Halogen isə hidrogeni çox olana gəlir birləşir. Bura. Bu da karboksil qrupumuz. Biz bunu oxusaq 1, 2, 3. 3 brom propan turşusu alınır. 4-də doğrudur. Cavab olacaq onda 1, 4, D variantı. 11. Doymuş bir əsaslı karbon turşusu molekulunda oksigenin kütləsi. Doymuş bir əsaslı karbon turşusu CnH2NO2. Molekulunda oksigenin kütləsi, yəni 32 bərabərdir 4A'ya. A da bərabərdir 8'ə. İndi hidrogenin kütləsi isə A'dır. Yəni 2N bərabərdir A'ya. A'nı da biz tapdıq 8. N bərabərdir 4. Demək formulumuz C4H8O2. Sigma rabitələrin ümumi sayı ümumi atomdan bir vahid əksik. Yəni olacaq 13. 11'də A variantı. 12. 40% praktik çıxımlı 60 qram sirkə turşusu almaq üçün neçə litr butanı oksidləşdirmək lazımdır? İlk olaraq reaksiya tənliyimizi yazsaq, butandan alırıq demək sirkə turşusu. CH3COH. Karbonların sayı düzəlsin deyə burada 2 yazaq ki, 4 karbon olsun. 60 qram sirkə turşusu almalıyıq. Bunun üçün 40% çıxımla neçə litr butanı oksidləşmək lazımdır? Biz başlanğıcda neçə litr butanımız var bilmirik. Yazaq X. Və bu X-in yazıb ki, 40% praktik çıxım var. Yəni 40%-i çıxıma gedib. Sərf olub. X-in 40% edir 0,4X. Demək 0,4X litr. Butanımız sərf olunanda nə qədər sirkə turşusu alınıb? 60. Tənliyə baxırıq. 22,4 litr butan oksidləşən zaman isə neçə qram sirkə turşusu alınacaq? 2 vurulsun 60. Buradan hesablasaq X bərabər olacaq 28'ə. 12'də Y variantı. 13. Butanın oksidləşməsidir. Butanın oksidləşməsindən alınacaq sirkə turşusu. Yəni X olur sirkə turşusu CH3COH. X üçün hansı ifadələr doğrudur? Molekulunda 2 pi rabitə vardır. Bunu biz açıq şəkildə yazsaq. COH. Burada pi rabitə yalnız karboksil qrupunda. Burada karbonla oksigenin arasındakı rabitələrdən biridir. Yəni bir pi rabitə vardır. Birinci yanlışdır. Mis-2 hidroksidlə oksidləşmə reaksiyasına daxil olur. Xeyr, bu səhvdir. Molekulunda 7 sigma rabitə vardır. Sigma rabitələr biri burada karbon arası, bir dənəsi ikisi daha doğrusu karbonla oksigen, bir dənəsi oksigenlə hidrogen, 3 dənəsi də burada karbonlarla hidrogenlərin arasında. 3, 4, 5, 6, 7 dənə sigma rabitə var. Doğrudur.
Su ilə qarışığını distillə üsulu ilə ayırmaq olar. Bəli, suda həll olan mayedir və suda həll olan mayələri distillə üsulu ilə ayıra bilərik. Olacaq 3, 4, 13-də D variantı. 14. Verilmiş karbon turşularının turşuluq xassəsinin artma ardıcıllığını müəyyən edin. 2 metil propan turşusu. Açıq şəkildə yazaq. 2 metil propan turşusu. Birinci budur. İkinci pentan turşusu. 5 dənə karbon. Üçüncü etan turşusu. 2 karbon. Turşuluq xassəsinin artma ardıcıllığını müəyyən edin. Burada təbii ki, karbon sayı ən az olanın turşuluq xassəsi daha çoxdur. Çünki karbon sayı artdıqca turşuluq azalır. Onda burada ən çox belə deyək, turşuluq olacaq etan turşusunda, ən çox bundadır. Sonra baxırıq, burada 4 karbon var, burada 5, onda bir qismən daha az birincidədir. Ən az isə pentan turşusundadır. Yəni artma ardıcıllığı 2, 1, 3 istiqamətində olacaq. 14-də olur D variantı. Sonra 15-ci sual. Sirkə turşusunun halogenli törəmələri Y, X, Z istiqamətində halogenlərin sıra nömrəsi artırsa verilmiş maddələrin turşuluq xassəsinin artma ardıcıllığını müəyyən edin. Tutaq ki, yəni Y, X, Z sırasında artır. Yəni yuxarıdan aşağı artır. Tutaq ki, bu flordur, bu xlordur, bu bromdur. Turşuluq xassələrinin artma ardıcıllığını müəyyən edin. Burada demək, ən az olacaq. Belə deyək də, turşuluq xassəsinin artma ardıcıllığı deyirsə, halogenlərdən sıra nömrəsi az olanın belə deyək, turşuluq xassəsi daha çoxdur. Həm də görürük ki, biz sirkə turşusuna söhbət gedir. Yəni 3 turşumuzun da karbon sayıları eynidir. Onda tərkibində flor olan, yəni sıra nömrəsi az olan halogen olduqda həmin belə deyək, turşunun halogenli törəməsinin turşuluq xassəsi daha çoxdur. Artma ardıcıllığı deyirsə, flor, yəni daha doğrusu ən az olacaq brom olanda, yəni 3, sonra olacaq X nədir bizdə? X xlor. X xlor olan, yəni birinci, ən çoxsa olacaq flor olan, yəni Y 2-də. Yəni ən çox olacaq flor olanda, ən az olacaq brom olanda. Yəni 3, 1, 2 istiqamətində artır. 15-də olur D variantı. 16. Xlorla reaksiya daxil olan sirkə turşusunun kütləsi alınan monoxlor sirkə turşusu ilə H xlorun kütlə fərqi 5,8. Demək, ilk olaraq tənliyi yazsaq, sirkə turşusu xlorla reaksiyaya daxil olur. Burada əvəz etmə reaksiyası gedir. Demək, xlor gəlir, karboksil qrupuna birləşmiş karbona birləşir, xlorun biri. Digər xlorsa gəlir, ondan hidrogeni qopardır, alınır H xlor. Əmsala da ehtiyac yoxdur. İndi biz görürük ki, neçə qram alındı? Burada turşumuzun molekul kütləsi, nisbi molekul kütləsi 36,5-dir. Bu duzumuzun isə emeri 94,5 edir. Demək, bu duzdan, yəni alınan monoxlor sirkə turşusu, daha doğrusu monoxlor sirkə turşusu ilə H xlorun kütlə fərqi 94,5-dən çıxırıq 36,5-i. Edir 58. Əgər bunların kütlə fərqi 58 olarsa, bu zaman neçə qram sirkə turşusu reaksiya daxil olur? 1 mol, yəni 60 qram. Amma bizə şərt də deyir, fərq neçədir? 5,8. 5,8 olarsa neçə qram sirkə turşusu reaksiya daxil olar? X. Bu da 10 dəfə az edəcək 6. 16-da olur B variantı. 17. Butan turşusu, yəni tərkibində 4 dənə karbon olan. Yəni bizim karbon turşularımızın ümumi formulu nədir? CnH2NO2. N-in yerinə 4 yazsaq C4H8O2. Hidrogen atomlarının sayını istəyir. X bərabərdir 8-ə. Palmitin turşusu C15H31COH. Burada isə hidrogen atomlarımızın sayı 31 dənə budur, bir dənəsi də bu 32. İndi biz Y-i X-ə əsasən necə taparıq? X 8-dir. 4 dəfə 8, 32 edir. Yəni Y bərabərdir 4X-ə. 17-də olur A variantı. 18. Doymuş karbon turşusu 0,2 molunun artıqlanması ilə götürülmüş natriumla reaksiyasından alınan hidrogenin həcmi.
Demək, doymuş karbon turşusu deyir, amma biz bilmirik bu 1 əsaslıdırmı, 2 əsaslıdırmı? Ancaq onu bilir ki, bu turşumuz doymuş turşudur. Əgər 0,2 mollu natriumla reaksiyasından 4,48 litr hidrogen alınırsa, bəs görək 1 molundan neçə litr hidrogen ayrılar? X. Buradan da X bərabərdir 22,4. Demək ki, bu turşumuz 2 atomlu, 2 əsaslı daha doğrusu doymuş karbon turşusuymuş ki, 1 molundan 22,4 litr hidrogen ayrılıbdır. Yəni bizim formulumuz olacaq doymuş 2 əsaslı karbon turşuları üçün CnH2n -2O4 şəklində. İndi nə edir? Molekulunda karbon atomlarının hibrid orbitallarının sayı 22'dir. Hibrid orbitalların sayını tapaq. Yəni karbon turşuları biz tapdıq ki, turşumuz 2 əsaslıdır. Yəni bunun 2 dənə karboksil qrupu var və karboksil qrupundakı karbonların da hibridləşmə vəziyyəti nədir? sp2'dir. 2 dəfə 3, 6 dənə burada hibrid vəziyyət var. Bu N karbonun 6'sı sp2 və yəni 2 karbon karboksili çıxdığı yerdə qaldı. N-2'si isə nə? sp3. Yəni 2 dənəsi sp2'dir, N-2'si isə sp3. Bu da edir 4N-8. Burada cəmi nə qədər olacaq? 4N-8 üstəgəl 6. 4N-2. Hibrid orbitalların sayını tapdıq. Hibrid orbitalların sayı bərabərdir neçəyə? 22. Buradan da tapırıq ki, N bərabərdir 6. İndi X üçün doğru olan ifadələri müəyyən etməyimizi istəyir. Pentan turşusudur. Xeyr, yəni biz bunun formulunu yazaq. 6 dənə karbon. İkisi dedik ki, 2 əsaslı turşudur. Ona görə ikisi gedəcək karboksil qrupu olur. Qalan 4'ü isə 6'nın ikisi karboksil qrupudursa 4'ü də CH2. Bu formada yazırıq. Pentan turşusudurmu? Xeyr. Bu 6 dənə karbonu var. Bu heksan turşusu olur. 1 olmur. Adipin turşusudur. Bəli, bu turşumuz adipin turşusu adlanır. 2 əsaslı turşudur. Bəli, 2 dənə karboksil qrupu varsa 2 əsaslıdır. Lafsan istehsalında istifadə olunur. Xeyr, lafsan istehsalında etilen glikoldan tereftal turşusu istifadə olunur. 1 əsaslı turşudur. Xeyr, 2 karboksil qrupu varsa 2 əsaslı turşudur. 5'də yanlışdır. Cavab olur 2, 3, 18'də C variantı. Demək, birinci sualdan 18-ci sualda daxil olmaqla baxdıq. Ümid edirəm ki, bütün suallar sizə aydın oldu. Qaranlıq məqam qalmış olarsa, rəylərdə suallarınızı ünvanlaya bilərsiniz. Özünüzə yaxşı baxın. Növbəti videoda görüşərik.